Güzel kızlarımız yoxlanışlardan keçiblər. Hər şey yaxşıdır. İlk dəfə qızlarımız ürək vurusun işləyiblər körpələrin. Bəziləri doğuşa hazırlaşırlar, bəziləri analizləri gətiriblər. İlk növbədə Gönçə xanımdan başlayaq. 14 ildən sonra ikinci dəfə ana olmağa hazırlaşır. İlk dəfədə 3 il həmləlik baş vermirdi. Müalicə elədik. Yumurtalı polikistoz sindromu idi. 3 kursla həmləlik baş verdi. Hal-hazırda 14 yaşında bir kızı var. Sonra tekrar geldi. 3-4 kurs müalicə nəticəsində həmləlik baş verdi. Həmləliyimiz çətin keçdi. Qanaxma, düşük risk ama şükürlər olsun hər şey 12 həftədən sonra düzəldi. Hal-hazırda bir gün Dopplerdən keçibsiz Gönçə xanım. 25 həftəyə çatıbsız. Hər şey yaxşıdır. Uşağın çəkisi də, uşaqlıq boyunda, gematomamız da sorulub dedi. Balacanın hətta şəklində verirlər. Evet. Siz de bilgilerim, her şey yaxşıdır. Allah günahınız olsun. Her şey sizin sayenizde. Növbəti qızımız Xumar xanım 3 il sonsuzluqdan əziyyət çəkirdi. Genetik faktor, polikistoz, hormonal problem, zayıf yumurtalı, zayıf folikul ve müalicəmiz bizim 6 ay oldu. 6 kurs müalicə nəticəsində həmləlik baş verdi. Çok sevindik, xoşbaxtıq. Bugün ilk dəfə ürək vurusunu gördük. Balacanın pulsasiyasını gördük, döl kisəsi ve her şey yaxşıdır. Siz de Çok sağ bilgilerim. olun. Teşekkür ederim. Tebrik ederim. Növbəti qızımız bugün gəldi, analiz cavabları getirib 34 həftəyə çatıb, riskli həmləlik idi, amma şükürlər olsun, demək olar az qalıb doğuşluğuna. Təbriklər. Növbəti qızımız Jalə xanım. Jalə xanım bugün doktordan keçib, sevinir. Ta qızımızın 35 yaşı var və cəmi bir kursdan gəldi, yoxlanışı bir kursdan həmlə qaldı. Hal-hazırda 20 həftəyə çatıbsız Jalə xanım. Betametriki 20 həftəyə uyğundur, hər şey yaxşı. Təbrik edirəm. Çok sağ olun. Teşekkür ederim. Təbriklər. Növbəti qızımız Aysel'də heç bir problem yox idi. Özü gedən kimi həmlə qaldı. Riskli həmləlik keçirdik, amma müalicəni elədik, hər şey yaxşıdır hal-hazırda. Çok sağ olun. Teşekkür Təbriklər. Günel xanım 39 yaş. Sabah mamuçka olar, bugün həmlədi, sabah mamuçka olar. 39 həftəyə çatdıq. Balacamızın çəkisi ucu 5 kiloya yaxındır. Baxaq sabah nə göstərir. Sizi təbrik edirəm. Bəli, 39 yaş, 8 il sonsuzluq, problemlər çox idi. Yumurtalı polikistoz sindromu, uşaqlığın olması, 2 ilə yaxın ara-ara müalicəmiz olub və şükürlər olsun, həmləliyimiz çətin keçdi. 8 həftədə qanaxma oldu, 9 həftədə gematoma, düşük risk ama 38-39 həftəyə çatdıq və bugün xoşbaxtıq, sevinirik ki, sabah 10 tamamda mamışka olasınız. İnşallah. Çok sağ olun. Teşekkürler. Təbrik edirəm. Növbəti bizim qızımızdır. Hər şey hal-hazırda normaldır. Riskli həmləlik birincidə riskli olmuşdu, qanaxmayın ikincidə riskli oldu, amma şükürlər olsun 25-26 həftəyə çatdıq və demək olar yardan çox yolumuz geçib. Siz təbrik edirəm. Sağ olun. Doktor her şey. Təbriklər. Qızlarımızda hər şey yaxşıdır. Arzu edirəm ki, sizdə də hər şey yaxşı olsun. Əlbəttə ki, indi qızlarımız neçə illərdən sonra qalıblar. Sizdə heç bir problem olmasın. Vəbşə ümumiyyətlə heç kimdə. Gedən kimi həmlə olsunlar və rahat ana olub getsinlər evlərinə. Qızlar sizi təbrik edirəm. İnşallah siz də axıra kimi çatasınız. Sağ olun.